Hər mərtəbəsinin qiyməti də 2-dir və bunları da hamısını qeyd eləyirsiniz. Deməli, bir daha deyirəm, təkliklər mərtəbəsinin qiyməti 5, onluqlar mərtəbəsinin qiyməti 0, yüzlüklər mərtəbəsinin qiyməti 9. Deməli, tək minliklər mərtəbəsinin qiyməti 6, 10 minliklər mərtəbəsinin qiyməti 5, 100 minliklər mərtəbəsində qiyməti də 2-dir. Bu belə. İndi keçək digərinə. Məsəl üçün, bir rəqəm də yazaq. 7, 8, məsələn, 6, 5, 4, 3 olsun məsələn. Oxunuşu necədir? 786.543. Oxuyanda da həmişə 3 ayrılır, mərtəbələr ayrılır və mərtəbə sinifin qiyməti sinifin adı çəkilir. 786.543. Bayaq deməli, mərtəbələrdə hansı mərtəbədə hansı rəqəm dayanır, onların adını çəkməyi göstərim sizə. Yəni hansı məsələn təkliklər mərtəbəsinin qiyməti 3-dür, onluqlar mərtəbəsinin qiyməti 5-dir. Bunları başa saldım sizə. İndi siniflər üzrə başa salaq. Deməli, məsəl üçün sizə desək ki, bu rəqəmi artırım biraz. 508 609. Deməli, oxunuşu necədir? Baxın, 3 ayırıram. Mən bunu 3 ayırıram. Bax, 1. Məsələn, bu 2. 3 ayrılır da oxuyanda. Sağdan sola doğru 3 ayrı işarələyirik. Deməli, daha sonra oxuyanda necə oxuyuruq? Deməli, təkliklər sinfi, minliklər, milyonluqlar və milyardluqlar. İndi oxuyuruq 786 milyard 543 milyon 786 milyardın qısa forması bu cür yazılır. 543 milyon 508 min 609. Vəssalam. Deməli, oxunuş forması bu cürdür. Oxunuşda oxudum və yazmaqda öyrətdim sizə. Oxuyanda da və yazanda bu cür oxuyursunuz. İndi sizə desək ki, məsələn desək ki, milyardlıqlar sinifindəki rəqəmin qiyməti. Məsələn, mən sizə təkliklər sinifində, təkliklər mərtəbəsində ya onluqlar, ya yüzlüklər mərtəbəsindəki rəqəmin qiymətini tapmağı öyrətdim sizə. İndi bunu sizə sinif olaraq desək bəs necə yazarıq? Məsələn, milyardlıqlar sinifindəki rəqəmin qiyməti 786. Milyardlıqlar sinifi bu deyil. Siz sinif olaraq deyəndə biz 3 baxırdıq da. Deməli, avtomatik olaraq milyardlıqlar sinifindəki rəqəmin qiyməti 786-dır. Məsəl üçün, sizə desəm ki, minliklər sinifindəki rəqəmin qiyməti. Minliklər sinifi haradır? Bax, bu 2-ci. Milyonluqlarla bu 3-cüdür. Minliklər sinifindəki rəqəmin qiyməti də 508-dir. Minliklər sinifindəki rəqəmin qiyməti 508. Baxın, bunların hamısını sözlərlə yazın dəftərinizə. Sonra milyonluqlar sinifindəki rəqəmin qiyməti. Milyonluqlar sinifi haradır? Baxın, bax bu 3-cüdə milyonluqlar sinifidir. İndi milyonluqlar sinifindəki rəqəmin qiyməti də 543. Vəssalam. Bunları da qeyd edirsiniz bu cür. Bu formada qeyd edirsiniz və adlarla bərabər yazırsınız. Məsələn, sizə belə bir qiymət ifadə verilə bilər. Məsələn, 13.707 2 məsələn 7. Deyir ki, ədədinin 7 rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi hansı ədədə bərabərdir? Ədədinin sualı yazırsınız dəftərinizə. Ədədinin deməli 7 rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi hansı ədədə bərabərdir? Cəmi hansı ədədə bərabərdir? Bu misalı yazırsınız. Deməli, 13 milyon, baxın, təkliklər sinifi, minliklər və milyonluqlar. 13.707.727. İndi bunu deməli yazaq biz. Ədədin 7 rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi. Mərtəbə qiymətlərinin cəmi nə idi? Bayaq sizə mən onu göstərdim. Ədədin mərtəbə qiymətlərinin cəmi. Deməli, hansı rəqəm hansı mərtəbədə dayanıbsa, onu da vuracaqsınız. Məsəl üçün, 1, baxın, buradakı 1 ifadəsi 1. Bir hansı mərtəbədə dayanıb? 10 milyonluqlar mərtəbəsində dayanıb. 1-i vuracaqsınız, məsələn, 10 milyona.
Mərtəbə qiymətləri budur. 3 demə tək milyonluqlara dayanıb. 3 vuracaqsa tək milyonluğa, 7 100 milyonluqlara dayanıb. 7 vur 100 milyon, 0 10 10 10 min, 10 min milyon deyirəm. 7 vurursun 10 100 min, 100 min, 0 vurursun 10 min, 7 vurursun 1000. Məsəl üçün bu 7 7 vurursun 100, 2 vurursun 10, 7 vurursun 1. Bu mərtəbə qiymətlərinin cəmi. İndi sizdə burada deyir ki, ədədinin 7 rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi hansı ədədə bərabərdir? 7 ədədin rəqəmlərinə baxaq görək hansı harda dayanıbdır. 7 baxın burdadır var, burada var, burada və burada var 7. İndi baxın bunun mərtəbə qiymətlərinin cəmini deyir bizə. Baxaq, yazaq. Deməli 7 100 milyonda, 100 mində dayanır. 7 vurulsun 100 min. 100 min. Üstə gəlsin, baxın, təklik, onluq, yüzlük, təxminlik, 10 minlik, 100 minlik. Üstə gəlsin, 7 vurulsun 1000, 7 vurulsun 100, 7 vurulsun 100 və 7 vurulsun 1, o da 7 eləyir. İndi sizə bunları soruşur və bunları bir-birinə vuracaqsınız və toplayacaqsınız. Və salam, gəlin toplayaq. 7-ni 100-ə vuranda 700, 1000. Üstə gəlinsin, 7-ni 1000-ə vuranda 7, 1000. Üstə gəlsin 7-ni 100-ə vuranda 7, 100 üstə gəlsin 7. Salam toplayırsınız. Görək nə alınır cavabımız? Demək 7, 7, 0, 7, 7, 0 və 7. Nə alındı? 707 min 707. Deməli 707 min 707. Salam bu qədər. Bu sizin bir sual formanız. Məsələn, belə bir sual da verilə bilər. Məsələn, 2, 9, 7, 7, 7, məsələn 5. Deyir, ədədini 10 minliklər və onluqlar mərtəbə vahidlərinin sayını 6 vahid azaltsaq. Məsəl üçün, deyir, ədədini bu sualımıza qeyd eləyək. Ədədinin 10 minliklər, 10 minliklər, 10 minliklər və yüzlüklər mərtəbə vahidlərinin sayını, mərtəbə vahidlərinin sayını 2 vahid deməli, yox, 6 vahid azaltsaq, 6 vahid azaltsaq, bu ədəd nə qədər azalar? Bu ədəd nə qədər azalar? Sual. Sonda elə qeyd edirsiniz. Demək, 297.775 ədədinin 10 minliklər və yüzlüklər mərtəbə vahidlərinin sayını 6 vahid azaltsaq. İndi baxaq gör 10 minliklər harada? 10 minliklər təklik, onluq, yüzlük, təxminlik 10 minlik. Aha, 10 minliklər 9-a düşür və onluqlar və yüzlüklər mərtəbə var. Yüzlüklərdə hara düşür? Bu 7-yə düşür. İndi onu deyir, hər ikisində 6 vahid azaltsaq. 9-u 6 vahid azaltsaq neçə eləyəcək? 9-dan 6 çıxanda 3, 7 olduğu kimi qalır. Yüzlüklər mərtəbəsinin də qiymətini 6 vahid azaltsaq, 7-dən 6 çıxanda 1, 7 və 5 olduğu kimi qalır. Baxın, ədədimiz əvvəl bu idi, indi oldu bu ədəd. Yəni azaldı da ədədimiz. İndi bizə onu soruşur ki, bu ədəd nə qədər azalar soruşur. Nə qədər azaldığını bilmək üçün də çıxmalısınız mütləq. 297.775 çıxılsın 237.175. Çıxaq. 5-dən 5 0, 7-dən 7 0, 7-dən 1 çıxanda 6, 7-dən 7 0, 9-dan 3 çıxanda 6. Deməli 60.600. 60.600 bizim cavabımız oldu. Digərlərdə və bu tipdə həll eləyəcəksiniz. Baxın, bu da sizin bir sual formanız. Dəftərinizə qeyd eləyərsiniz bunu da. Sonra növbəti bölməmiz olacaq onun qüvvətləri. Onun qüvvətləri. Bir dəqiqə deməli yazaq bura. Onun qüvvətləri. Onun qüvvətləri. Bu formada yazırsınız. Qüvvətləri. Deməli yazaq. Onun qüvvətləri necə olacaq? Məsələn, onun qüvvətlərindən onun qüvvətlərindən istifadə eləməklə deməli deyir ki, bizə 9 vurulsun 10-un üstü 5 ədədini rəqəmlərlə yazın. Deməli, onun qüvvətlərindən istifadə eləməklə, sual deyirəm, onun qüvvətlərindən istifadə eləməklə 9 vurulsun 10 üstü 5 ədədini rəqəmlərlə yazın.
Rəqəmləri necə yazaraq? Bu bizə standart formada verilib. Bu ifadə bizə standart, yəni ki, yığcam formada verilib və standart formada verilib bizə. Yadda saxlayın ki, standart forma deyəndə nə nəzərdə tutulur? Deməli, onun qüvvətlərindən istifadə etməklə 9 vurulsun 10 üstü 5 ədədini rəqəmlərlə yazın. İndi yazaq baxaq. 9 vurulsun 10 üstü 5 nə deməkdir? Baxın uşaqlar, 10 üstü məsələn 2 desə, 10-un üstü 2 desə, 10 üstü 2 nə deməkdir? 10 vurulsun 10. 10-un kubu desə nə deməkdir? 10 deməli bu bərabərdir. Nə yazıramsa onu yazın. 10 vurulsun 10 vur 10. Yəni kub nə deməkdir? Yəni siz bu ədədi onu 3 dəfə öz-özünə vurursunuz. 3 dəfə. 3 dəfə öz-özünə vuracaqsınız. Məsələn, onun üstü 5 olsun. Yəni onu siz 5 dəfə öz-özünə vuracaqsınız. 5 dəfə öz-özünə vuranda da 3, 2, 5 dəfə öz-özünə vurursunuz. İndi həmin o formanı bu misalı rəqəmlərlə bizə göstərin. Gəlin yazaq. Bu ifadə bərabərdir. 9 bizə standart formada verilib. 9 vurulsun 10 üstü 5 10 üstü 5. 10 vurulsun 10 vur 10. Deməli vurulsun 10, vurulsun 10 və vurulsun 10 formasını qeyd edirik. Qeyd elədik. Ondan sonra yazaq. 9 vurulsun. Baxın, sıfırda neçə dənə sıfırımız var bizim? 1, 2, 3, 4 və 5. Vurmada həmişə sıfırlar qarşıya atılır. 5 dənə sıfırımız var. 1, 2, 3, 4 və 5. Vəssalam. Deməli, 9 da 1-ə varanda 9 və 5 dənə sıfır da yazırsınız burada. 900.000 bu formada yazılır. Və yaxud da ki, qısa forması necədir? 9 vurulsun 10 üstü 5-dir. Deməli 9 vurulsun 10 üstü 5-dirsə, siz 9-un sonuna 5 dənə sıfır əlavə eləyəcəksiniz. Çünki 10 üstü 5-dir. Siz bunları bir-birinə də vurursunuz. Yəni sonda 5 dənə bura sıfır gələcək də. Qısa formasında bu cürdür ki, yəni 5 dənə sıfır deyilsə, 5 dənə sıfır gələcəksiniz. 10 dənə sıfır deyilsə, 10 dənə sıfır gələcəksiniz və s. Bu formada yazırsınız. İndi bir dənə bir misal deyim sizə. Bir ədəd deyim, standart formada yazılışını yazaq, sonra da onu həll edək. Rəqəmlərlə göstərək sizə. Məsəl üçün 2 vurulsun 30 üstü 2. Məsəl üçün 30 üstü 2. Baxın, 2 vurulsun 30-dan neçə dənədir? 30 üstü 2 deməkdir də. 30-dan yəni 2 dənədir. 30 vurulsun 30. İndi 30-da 30-u 10-a vurublar ki, sıfır alınıb da. Sıfırda deməli yanına əlavə olunubdur. Bu 30-da 10-a vurublar ki, sıfır əlavə olunub. Deməli 3-ü 3-ə vuranda neçə eləyir? 9. 9-u da 2-yə vuranda 18. Vurmada həmişə bax bu sıfırlar ki var. Bu sıfırlar da qarşıya atılır. Bu da eləyəcək 2 dənə də sıfırımız var. Deməli, ümumi yazılış forması necədir? 2 vurulsun o 3 vurulsun 10. Çünki 3-ü 10-a vuranda 30 edir də. Sonra yenidən bax bu 30 yazaq. 3 vurulsun 10. 3 dəfə üçün 9. 9 dəfə də 2, 18. 10. Ondan da 2 dənədir. Deməli 2 dənə də 0 əlavə eləyəcəksiniz bura. Vəssalam. Qısa formasını da bayaq dedim. Yəni 3-ü 3-ə vurursunuz 9. 9 dəfə də 2, 18. Bu formada da yaza bilərsiniz və yaxud da ki, açıq formada yazsanız daha yaxşı olar. Yəni ki, yadınızda qalar və vərdiş eləyərsiniz. Vərdiş elədikcə də artıq siz belə qısa formada yazmağı öyrənəcəksiniz. Yəni ən yaxşı variantı elə bu cür yazmaqdır. Deməli 2 vurulsun 30 3 vurulsun 10 deməkdir. Bu 30-a 3 vurulsun 10 deməkdir. Yazırsınız. 3-ü 3-ə vurursunuz bir dəfə 9, 9-u da 2-yə vurursunuz 18 və 2 dənə 0 da əlavə eləyəcəksiniz bura. Sonra keçək digər suala. Məsələn, deyir ki, 8 vurulsun məsələn 10-un üstü 4. 8 vurulsun 10 üstü 4. 10-un üstü 4 nə deməkdir? Yəni ki, onun bölündə onu sən 4 dəfə öz-özünə vurmusan. Yaxşı yazaq bura. Onu sən 4 dəfə öz-özünə vurmusan. 10 vurulsun 10 vur 10 vur 10. 4 dəfə öz-özünə vuranda nə əlavə olunacaq? 4 dənə 0 əlavə olunacaq. 1, 2, 3, 4 dənə 0 əlavə olunacaq. Bu da eləyəcək 8, 4 dənə 0. Yəni 80.000 eləyəcək. Bu belə. Qısa formada necədir? 8 vurulsun 10 üstü 4-dürsə, deməli 8-in bölünə 4 dənə də 0 əlavə eləyəcəksiniz. Bu formada yazacaqsınız. Məsəl üçün, belə də yaza bilərik. 34 340.000, daha doğrusu 340.000. Bunu deyək ki, onun qüvvəti formasında göstərən. Yəni növbəti misalımız da budur. Onun qüvvəti kimi yazın. Necə yazarıq? 34. Burada neçə dənə 0 var? 1, 2, 3, 4 dənə bizim sıfırımız var da. 1, 2, 3, 4 dənə 0 var. Deməli, 10 üstü 4 formasında yazırsınız. Məsələn, 7,
Vurus 7, 3, 0, 0, 0. Aha, vəssalam. Deməli, bunu necə yazarıq standart formada? 73 vurulsun, onun üstü neçə? Neçə dənə sıfırımız var bizim? 3 dənə sıfırımız var. Deməli, onun kubu olacaq. Bu qədər sadə. Yəni, onun qüvvətləri çox sadədir. Məsələn, 172, 172 vurulsun. Deməli, onun üstü 6. Necə yazarıq bunu? 172, onun üstü 6. Yəni, 6 dənə sıfırımız var. Əlavə eləyəcəksiniz 6 dənə sıfır. Deməli, oxunuşu necə olacaq? 172 milyon, 172 milyon, sadəcə 172 milyon vəssalam. Yəni, bunlar hamısı sıfır olduğuna görə oxuya bilmirik də onu. Oxunuş forması da budur, 172 milyon. Bu cür. Hələ ki, bura qədər izah eləyirəm. Demək, 2 bölmə verdim sizə. Onluq say sistemi və onun qüvvətləri. Bunu da işləyərsiniz. Bütün tapşırıqları işləyib yazarsınız. Bu formada işləyib yazarsınız.